liderin tarixdə yeri təkcə öz xalqının ona verdiyi qiymətlə ölçülmür. Əsl meyar başqa millətlərin, o cümlədən digər dövlət başçılarının ona münasibəti ilə müəyyənləşir. İşğal dövründə İlham Əliyevə ünvanlanan təbriklərdə sabitlik, regional əməkdaşlıq, enerji tərəfdaşlığı kimi ehtiyatlı və neytral diplomatik terminlərdən istifadə olunurdu. İndi eyni dünya liderləri İlham Əliyevi yeni geosiyasi reallıqların memarı, qalib prezident, regional nizamın qurucusu və strateji kimi təqdim edirlər. Təbriklərin dili dəyişib, çünki dövlətimizin siyasi çəkisi artıb və liderin qalib statusu dünyada təsdiqlənir. Tarix belə liderləri dövrün adı ilə yadda saxlayır. Roosevelt dövrü, Churchill dövrü, İlham Əliyev dövrü. O birinci katibin evladı, imperiyanın üçüncü adamının oğlu, prezidentin siyasi varisi olmasına baxmayaraq sadə xalqın arzularının daşıyıcısı, əli qabarlı insanların, ümidlərin ifadəçisidir. İlham Əliyev 100 illərin kimdir günahkar dilemmasını tariximizdən sildi, nəsillər arası günahı sonlandırdı. İndi sabahın övladlarına işğal və soyqırımlar deyil, qalibiyyət miras eləyirik. Artıq başqa xalqların qələbələrinə həsədlə baxmırıq. 90-cı illərdə Rusiya qoşunlarının ölkəmizdən çıxarılmasını nailiyyət kimi təqdim edənlər o zaman dövlətin zəifliyi nəticəsində həmin qüvvələrin 20%lik torpaqlar üzərində faktiki ərazilərimizdən heç yerə getmədiyini etiraf eləmirlər. Lakin 24-cü ildə Rus hərbi kontingentinin müharibəsiz, itkisiz və Bakı tərəfindən müəyyən edilən qrafiklə vaxtından bir il əvvəl torpaqlarımızı tərk eləməsi 1-ci Pyotrdan sonra Qafqazda tək nümunədir. İlk dəfədir xarici hərbi qüvvələr qalib və suveren dövlətin siyasi iradəsi ilə çıxarılır. Bir vaxtlar 2-ci Dünya müharibəsindəki qəhrəmanlığımızdan danışarkən deyirdik, Azərbaycan oğulları Qafqazdan Berlinə qədər şərəfli yol keçiblər. Lakin 30 il öz torpaqlarımıza gedə bilmirdik. Biz indi istənilən Avropa paytaxtına Zəngilandan, Füzulidən uça bilərik. Torpaqlarımız kimi hava məkanımız da azaddır. Müharibədən sonraki dövrün qəhrəmanı artıq fəhlədir, iş icraçısıdır, layihə rəhbəridir. Yeni vətən quran bənnanın da, dağları aşan elektrik ustasının da, su çəkən mühəndisin də mülkü Ali Baş Komandanı odur. İndi hərbi taborları tikinti və inşaat batalyonlara əvəzləyir. İlham Əliyev Qarabağda təkcə infrastruktur qurmur, dünyaya mesaj verir. Biz qayıtmışıq, özü də əbədi dönmüşük və yalnız binalar tikmirik, həm də siyasi gələcəyimizi inşa edirik. O İrəvanda kilsə, dövlət və diaspora üçlüyünə söykənən dini siyasi ayinləri də sülh duaları ilə əvəzlətdiribdir. Azərbaycan liderləri Qafqazda zəif olanda həmişə torpaq və sərvət itiriblər. İndi İrəvanın və Tiflisin taleyi Bakıda həll olunur. Qələbənin simvoluna çevrildiyi üçün İlham Əliyevə ünvanlanan təbriklər artıq protokol deyil, ərazi bütövlüyümüzə və suverenliyimizə verilən beynəlxalq siyasi qiymətdir.